Salam, Rufo AYQ suallarının 14-cü sualın izahını verim. Başlayaq. A, B verilib ki, böyükdür 1-dən. Kök altda B A'dır. A üstü B minus 6 bərabərdir. Kök altda B üstü A. Aha, A üstə gələk. B bərabərdir sual. Bu tənliyi həll eləyək. İlk öncə mən kök B'nin qiymətini buraya yazacağım. Əgər kök B A'dırsa, hər tərəfi mən kvadrata yüksəltsəm, B bərabərdir A kvadratı. Yazaram A üstü A kvadratı minus 6 bərabərdir A kvadratı üzərində A. A üstü A kvadratı minus 6 bərabərdir kökdə A üstü 2A. Və A üstü A kvadratı çıxılsın 6. A üstü 2A'da da A üstü A çıxır. Vursanız, baxın, həqiqətən də bunu verir. Bunları çıxaq. Niyə? Çünki qüvvətlər eynidirsə, yəni əsaslar eynidirsə, qüvvətlər bərabərdir. A kvadratı minus 6A. A kvadratı çıxaq A bərabərdir 6. Bu şəkildə yazım. Təbii ki, kvadrat tənliyə gətirirsiniz. Mənfi kök saymırıq. Aha. -2. Düzdürmü? 3 və -2. Bizə şərtdə nə demişdi? Gəlin şərtə qaydaq. Tam ədədlər üçün necə A, B 1-dən böyükdür. Yəni ki, -2 qiymətini çıxıram. A1-in mən 3 qiymətini götürürəm. Yəni A-nın 3 qiymətini götürürəm. Qısacası. Tamam mı? A-nın 3 qiymətini götürdüm. B nə idi? A kvadratı idi. A-nın kvadratı nədir? 9. B 9. Bizdən nə soruşur? A üstə gələk B-ni soruşur. Üstə gələk 9, 12.